Salam, hörmətli tamaşaçılar. Elm TV-nin efirində sizləri xoş gördük. Bugünkü verilişimizin qonağı Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdürü, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. Füzuli müəllim, xoş gəlmisiniz efirimizə. Bildiyimiz kimi, ötən ilin axırında AMEA-nın 80 illik yubileyi keçirildi və bu yubiley tədbirində cənab Prezident İlham Əliyev iştirak elədi və məzmunlu çıxış etdi. Onun çıxışının əsas qayəsi ana dilinin qorunması və inkişafı faktoruydu. Mənə maraqlıdır. Ümumiyyətlə, dil bir millətin varlıq fəlsəfəsidir deyilir. Bu baxımdan dilin inkişafında, həmçinin yəni dilin inkişafına fəlsəfi yanaşmaqda fayda varmı? Yəni bir filosof kimi bunu necə dəyərləndirirsiniz? Azərbaycan Prezidentinin AMEA-nın 80 illiyindəki nitqi doğrudan da tarixi bir nitqi idi. Burada həm məzmun, həm qarşıya qoyulan vəzifələr baxımından çox lazımlı, zəruri tezislər, fikirlər ifadə olundu. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə həmişə elmə, təhsilə böyük diqqət yetirmişdir. 80 illik yubileydəki çıxışı da bu mənada strateji plan kimi qəbul olunmalıdır. Orada toxunulan çox məsələlər vardı. Onların sırasında sizin dediyiniz ana dili məsələsi də xüsusi yer tutur və bu da təsadüfi deyil. Məsələnin həm elmi tərəfi var, həm də müasir dövrün tələbləri tərəfi var. Elmi tərəfi ondan ibarətdir ki, hər bir millətin dili, Humboldt onu deyirdi, onun qəlbinin aynasıdır. Yəni, dilin necədirsə də, faktiki olaraq millət kimi o cürsən eləsən. Dilində hansı sözləri işlədirsənsə və o təbiəti, insanın özünü, dünyanı necə əks etdirirsə, bu birbaşa millətin xarakterinə hopur, onunla bağlıdır. Lap qədimdən filosoflar buna çox böyük diqqət yetiriblər. Onlardan başlayaraq dilin fəlsəfəsi adlanan bir istiqamət həmişə xüsusi diqqət mərkəzində olub. Məsələn, Heideggerin fəlsəfəsində dil çox önəmli yer tuturdu. O, ümumiyyətlə fəlsəfənin mövcudluğunu dilin özəlliyi ilə, xüsusiyyətləri ilə bağlayırdı. Müqayisə üçün deyək ki, varlıq anlayışı deyirdi, Latın mənşəlidir. Əgər o Yunan mənşəli olsaydı, tamamilə başqa fəlsəfə formalaşardı. Görün, yəni, məsələ o qədər ciddi və əsaslıdır ki, dil faktiki olaraq həm fərdin, həm də millətin kimliyini ifadə edir. Onun milli kimliyi ilə birbaşa bağlıdır. Azərbaycan xalqına gələndə isə çox qədim tarixi olan bir qövmdür. Əsrlər boyu Azərbaycanlılar öz mədəniyyətlərini, elmlərini, təhsillərini həm inkişaf etdirmişlər, həm də yad təsirlərdən qorumuşlar. Buna görə də Azərbaycan dili indi dünyanın müstəqil dövlətlərindən biri olan Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu elə-belə təsadüf deyildir. Bu baxımdan baxanda rəsmi dövlət dilini necə qorumalıyıq, onu necə inkişaf etdirməliyik məsələsi əlbəttə həmişə aktualdır. Dövlət başçısı məhz bu məqamı irəli çəkir və belə bir tövsiyə eləyir ki, ana dilimizin saflığını qorumalıyıq. Niyə saflığını qorumalıyıq? Bayaq vurğuladıq, hansı millət necə danışırsa, o da onun kimliyi ilə birbaşa bağlıdır. Bu deməkdir ki, biz millət olaraq kimliyimizi itirməməliyik. Nəinki itirməməliyik? Onu saxlamalı, qorumalı və inkişaf etdirməliyik. Buna görə də dilin saflığı sadəcə terminoloji məsələ deyil. Sadəcə ünsiyyətdə istifadə olunan bir vasitənin, belə deyək, inkişaf etdirilməsi deyil. Bu bizim kimliyimizin, özümüzün qorunub saxlanmasıyla bağlıdır. Məsələnin elmi tərəfi ilə yanaşı siyasi, rəsmi tərəfi də çox önəmlidir. Bir baxın, müasir cəmiyyətlərdə, millətlər və dövlətlər arası münasibətlərdə mənəvi, mədəni faktor önəmli yer tutur, aparıcı yer tutur. İndi mədəniyyəti daha yüksək qiymətləndiririk, sivilliliyi daha çox önə çəkirik. Bu məqamda dilin necə olması ayrıca bir əhəmiyyət kəsb eləmiş olur. Ona görə də o dövlətlər və ölkələr irəli gedirlər, özlərinin identikliyini sübut edirlər ki, onlar həm də dillərini qoruyub saxlaya və düzgün istiqamətdə inkişaf etdirməyə nail olurlar.
diqqət edək, düzgün istiqamətdə inkişaf etdirmək nə deməkdir? Azərbaycan dilinin dünyanı, insanların özünü, ümumiyyətlə kosmosu ifadə eləməyinin özünə məxsusluğu var. Əsrlərlə bu, Azərbaycanlarda konkret bir təfəkkür formalaşdırıb. Fəlsəfi təfəkkür, elmi təfəkkür, bədii təfəkkür və bunun ənənəsinin kökündə çoxlu yaradıcı insanlarımız dayanır. Böyük tarix şəxsiyyətlərimiz dayanır, siyasətçilərimiz dayanır. Məsələn, Nəsimi, Xaqani, Nizami, Füzuli və s. şairlərimizin çox böyük zəhmətləri var dilin formalaşmasında, inkişaf etdirilməsində. Azərbaycanlı təfəkkürünün formalaşmasında onların tarixi xidmətləri əvəzsizdir. İndi biz o irsi qorumalıyıq, qorumalı deyilik. Əlbəttə ki, qorumalıyıq. Dilin saflığını saxlamaq o deməkdir ki, bundan sonraki nəsillər öncəki nəsillərin dillərini də bilməlidir. Mədəniyyətlərini, mənəvi əxlaqi dəyərlərini də duymalıdır. Emosional hiss eləməlidir. Daxilində onları yaşatmalıdır. Bunun üçün hər ifadənin, hər sözün öz əhəmiyyəti vardır. Füzuli müəllim, belə çıxır ki, milli fəlsəfəmizin əsas ruporu olan Azərbaycançılıq ideologiyasının başlıca istiqaməti məhz dildir. Milli ideologiyamızın başlıca istiqamətlərini Ulu Öndər Heydər Əliyev açıq-aydın ifadə eləmişdir. O, Azərbaycançılıq vətənə sevgidir, Azərbaycançılıq yurda məhəbbətdir, Azərbaycançılıq dildir, Azərbaycançılıq dindir, Azərbaycançılıq mədəniyyətdir. Bu mənada əlbəttə ki, dil bu sırada önəmli yer tutur. Həm də bayaq vurğuladığımız elmi və siyasi səbəblərə görə. Dövləti baxımdan da dilin qalması, inkişaf etdirilməsi prinsipial əhəmiyyətə malikdir. Müstəqilliyin əsas əlamətlərindən biri ondan ibarətdir. Bu demək deyil ki, başqa dillərdən elmi, siyasi, iqtisadi və texnoloji və s. terminləri qəbul etməməliyik. Bu demək deyil. Bu deməkdir ki, hər nə olursa dilin mahiyyəti, ana xətti, özünün xüsusiyyətləri qorunub saxlanmalı və onun yaratdığı qrammatik və semantik məkandan kənara çıxılmamalıdır. Azərbaycanlıların dünya görüşündə həm ictimai baxımdan, həm də dövləti baxımdan Azərbaycanlılıq və Azərbaycançılıq mərkəzi yer tutmalıdır. Buna görə də Azərbaycançılıq ideologiyasının özü çox böyük anlamda milli kimliyimizin siyasi, dövləti miqyasda daha dərindən dərk edilməsinə xidmət edən bir ideologiyadır ki, indi yaşadıqlarımız Azərbaycan müstəqil dövlətinin topladığı zəngin təcrübələr göstərir ki, bu istiqamətdə də çox uğurlu seçim edilmişdir. Füzuli müəllim, bugün gənclər arasında xüsusilə internet istifadəsi geniş yayılıb və bu ideoloji təhlükəsizlik ifadəsi çox işlənilir. Yəni, bu hətta həyəcan təbili kimi çalınır. Siz bu ideoloji təhlükəsizlik anlayışını necə izah edərdiniz? Məsələnin bu tərəfinə aydınlığı və onun zərurluyunu ən gözəl ifadə edən Azərbaycan Prezidenti İlham Əliyevdir. O, bir neçə dəfə nitqlərində, məsələn, 2024-cü ildə and içmə mərasimindəki nitqində qarşıda duran vəzifələr sırasında sizin dediyiniz məsələni önə çəkmişdir. Gənclərin mənəvi, mədəni, milli ruhda tərbiyə olunması, onların dövlətçiliyə bağlılığı məsələsini çox doğru, düzgün və adekvat irəli sürmüşdür. Bununla yanaşı o deməkdir ki, Azərbaycan cəmiyyətini bütövlükdə dezinformasiyalara qarşı qorumaq lazımdır. Onu qorumağın əsas yaxşı üsullarından biri də gənclərin milli vətənpərvərlik ruhda tərbiyəsidir. Yəni, cəmiyyətin özünün içində elə bir mənəvi, mədəni immun sistemi yaranmalıdır ki, onlar hansı ideologiyaya qulluq etmələrini özləri müəyyənləşdirsinlər. Ən yaxşısı budur. Bundan sonra isə kiber təhlükəsizliyə, başqa ideoloji təxribatlara qarşı texniki və ən yeni texnoloji vasitələrdən istifadə eləmək də mümkündür. Bunların sırasında Prezident də çox doğru vurğulamışdır ki, ailə və məktəb xüsusi rol oynamalıdır. Azərbaycan cəmiyyəti ailəsinə dayanan, onun üzərində bərqərar olan, tarixən təkamül edən, inkişaf edən bir cəmiyyətdir.
bu cəmiyyətin qorunub saxlanması üçün ailə təməllərinin saxlanması və inkişaf etdirilməsi çox vacibdir. Buradan da yenə təbliğat və təşviqat məsələsinin aktuallığı önə çıxır. Bundan sonra məktəb, təhsil, Azərbaycan gənclərinin tərbiyəsində milli vətənpərvərliyi, o ideoloji təxribatlara qarşı daxili dirənişi formalaşdıra bilən güclü bir struktur rolunu oynamalıdır. Bunlar o deməkdir ki, siz dediyiniz kimi indiki müasir şəraitdə ideoloji təxribatlara qarşı Azərbaycan cəmiyyətinin hazırlanması, onunla mübarizə olduqca əhəmiyyətli məsələdir. Qarabağ zəfərindən sonra milli ideyanın yeni ideyaya keçidi başladı. Bu barədə fikirləriniz bir filosof kimi bizim üçün önəmlidir. Bilirsiniz, çox önəmli məsələdir, əhəmiyyətli məsələdir. Birincisi, Prezident İlham Əliyev yeni tarixi dövrdən danışdı. Onun ümumi şərtlərini, əlamətlərini dedi. Bu çox böyük bir addımdır. Bu artıq qarşıya qoyulan strateji məqsəddir. Yəni, Azərbaycan dövlət və cəmiyyət olaraq faktiki 21-ci əsrdə özünün yeni təkamül mərhələsinə qədəm qoyub. Bu yeni sözünün arxasında çox mənalar dayanır. O cümlədən də milli ideya məsələsində. Məsələ ondan ibarətdir ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev milli ideyanı ərazi bütövlüyünün təmin edilməsi, bərpa edilməsi kontekstində qoydu. Bu, bizim milli ideyamızın əsas məzmunu, məğzi idi. 2020-ci ildə həmin məqsədə Azərbaycan dövləti lideri ilə, cəmiyyəti ilə, əskəri ilə, ordusu ilə, ziyalısı ilə nail oldu. Milli ideya reallaşdırıldı. Bunun biz üzərində dayanırıq əlbəttə ki, qürur duyuruq, təhlil edirik, müəyyən nəticələr çıxarırıq. Amma tamamilə orada ilişib qalmaq olmaz. Yeni dövr başlayır. Azərbaycan dövlətçiliyinin ümumiyyətlə qurulmasında, inkişaf eləməsində yeni mərhələ başlayır və bunu yeni mərhələni fəlsəfi olaraq, ümumi olaraq bizim dərk eləməyimiz üçün milli ideyanın yeni tezisi, əsas fikri formalaşmalıdır. Bununla bağlı dövlət başçısı bütün cəmiyyətə, o cümlədən ziyalılara müraciət edib, ona ən həssas reaksiya verən təşkilatlardan biri Azərbaycan Milli Elmlər Akademiyası oldu. Azərbaycan Milli Elmlər Akademiyasında yeni tarixi mərhələdə milli ideyanın əsas parametrləri, əlamətləri, faktorları ilə bağlı çoxlu sayda dinləmələr, müzakirələr, təhlillər oldu, əsərlər yazıldı, məqalələr yazıldı və akademiya öz təkliflərini hazırlayıb rəhbərliyə təqdim etmişdir. Bununla yanaşı bu proses davam edir və görünür ki, müəyyən müddətdən sonra dövlət başçısının lazım bildiyi vaxtda milli ideyanın müəyyən olunması və onun əsas məğzinin müəyyən edilməsi ilə bağlı xüsusi tədbirlər həyata keçəcəkdir. Buna görə də milli ideya indi də çox aktualdır. Biz onu elə düzgün müəyyən eləməliyik ki, ümid edirəm elə də olacaqdır. Bundan sonraki müstəqil dövlətçiliyin inkişafına xidmət eləsin və 2030-cu ildə müəyyən olunmuş qüdrətli dövlət və yüksək rifah cəmiyyəti məqsədimizə çatmağa imkan versin. Və sonda bir sual verim. Ümumiyyətlə, qlobal çağırışlar fonunda milli identiklik necə qorunmalıdır? Çox maraqlı sualdır. Qlobal çağırışlar 21-ci əsrin tələbləri fonunda milli dövlətlər və milli cəmiyyətlər necə olmalıdır sualı çoxdan müzakirə olunan və çox aktual sayılan elmi politoloji problemlərdən biridir. Məsələ ondan ibarətdir ki, bir qism araşdırmaçılar hesab edirlər ki, qloballaşma özlüyündə milli dövlətçiliyi arxa plana atır. Ümumdünya bir cəmiyyəti, hər kəsi qane eləyən bir sosial mədəni mühit yarana bilər. Bunun üzərində müəyyən addımlar atırlar və onun əsasında da açığı deyim ki, xeyli dərəcədə aqressiv nəzəriyyələr meydana gəlir ki, milli dövlətçiliyi az qala düşmən obrazında təqdim edirlər. Amma indi gedən proseslər göstərir ki, və bəşəriyyətin 21-ci əsrdə topladığı təcrübənin prizmasında baxanda görürük ki, milli dövlətlər inkişaf etməli, özünü qorumalı, saxlamalı, lakin eyni zamanda bütövlükdə dünyanın
barışı, sülhü və əməkdaşlığına töhfəsini verməlidir. Onun isə bir mühüm şərti var. Həmin milli dövlətlər və cəmiyyətlər öz identikliklərini, dünyaya baxışlarını müstəqil surətdə saxlaya bilsinlər, onu ifadə edə bilsinlər və milli maraqları üzərində siyasəti həyata keçirsinlər, ideoloji fəaliyyət göstərsinlər və s. Buna görə də belə nəticə çıxartmaq olur ki, 21-ci əsrdə milli identiklik həm dövlət, həm cəmiyyət anlamında nəinki arxa plana keçmişdir, əksinə daha böyük aktuallıq kəsb etməyə başlamışdır. Bu məsələ həm də son illər süni intellekt və ən yeni texnologiyaların inkişafı prizmasında çox vacib görünür. Çünki süni intellekt və rəqəmsal dünya öz-özlüyündə milli kimliyə və yaxud da ki, hər hansı cəmiyyətin özünə məxsusluğuna qarşı nələrisə eləyə bilər, nələrisə meydana çıxarda bilər. Yəni, burada insan faktorundan rasional, məntiqi fəaliyyət faktoruna keçib idarə etməni təkmilləşdirmək, sənayəni inkişaf etdirmək, yeni elmi nailiyyətlər əldə etmək əsasında mənəvi, mədəni aspekt arxa plana atıla bilər. Buna qarşılıq olaraq dünyada artıq addım atılmışdır. Məsələn, bu əsrin başlanğıcında Asilomar prinsipləri deyilən və 20 bənddən ibarət olan etik prinsiplər formalaşdırılmışdır ki, orada məhz insanın özünü, kimliyini, haqqını, hüququnu, bərabərliyini, mühitin şəffaflığını saxlayan tələblər, faktorlar yer almışdır. Eyni zamanda indi də bu proses davam eləyir və rəqəmsallaşma prosesinin ümumiyyətlə cəmiyyətin mənəvi mədəni həyatına necə təsir etdiyindən bağlı tədqiqatlar davam eləyir. Belə bir proqnoz var ki, 2030-cu ildə dünya bütövlükdə yeni bir mərhələyə qədəm qoyacaqdır. Cəmiyyətin həm keyfiyyətcə, həm miqyasca fəaliyyətinin əsas prinsipləri dəyişəcəkdir. Sual olunur, bəs bunun fonunda milli identikliyi, milli özünə məxsusluğu necə saxlamaq mümkün olacaq? Bax, bu istiqamətdə də araşdırmalar aparılmalıdır, tədqiqatlar aparılmalıdır. Həmin baxımdan AMEA-nın yeniləşmə kursunda çox gözəl bir məqam vardır. O, akademiyanın rəhbərliyinin müəyyən elədiyi 7 prioritet istiqamətlərdən biri Azərbaycançılığı qoruyub saxlamaq əsasında Azərbaycanşünaslığı inkişaf etdirmək tələbi qoyulur. Bu deməkdir ki, indiki şəraitdə 21-ci əsrdə Azərbaycanşünaslığı biz Azərbaycançılıq mərkəzdə olmaqla, əsas prinsip olmaqla necə elmi surətdə inkişaf etdirə bilərik? Bizim qarşımızda duran məncə ən əsas vəzifələrdən, strateji əhəmiyyəti böyük olan vəzifələrdən biri bundan ibarətdir. Təşəkkür edirəm Füzuli müəllim, maraqlı və maarifləndirici fikirlərinizə görə. Sağ olun, mən də təşəkkür edirəm. Belə, hörmətli tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Qeyd edim ki, bugünkü verilişimizin qonağı Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdürü Füzuli Qurbanov idi. Sağ olun, gələn görüşlərə dək.